Məhəllə yarışlarının yeni bölümüne hoş gelmişsiniz. Ve gördüğünüz kimi sonuncu iştirakçılar Toyota Supra ve canavar kimi BMW M4 GS markalı avtomobil olacaq yarışımızda. Sonuncu yarışçıların sonuncu nəticələrini sizə təqdim eləmək istəyirik. Zəhmət olmasa yarışçılarımızı pisə dəvət eləyirik. Bala, Şuluqdayının GS-idir, Şuluqdayının GS-idir. Bunu nətər yığdılar, sönün. Oqva birin karbon zat, bu nədir? Roldan zaten qoydular, sönün. Mənə bax, pul mənə gəldiyəcək, mən də şişirəm. Elə bir ki, mən yüngülvarı qarın zat çıxardıram avtomatik olaraq. Bir dənə bala. Buna bax, bir dənə, buna bax. Sönür, əlimdə bahalı Rolex, Morex saat, nə bilim, bahalı aktuarar zatlar, bahalı CS-lə zadla gəzirəm. Bala, sənür. Supra, inşallah ki, bizi yarı yolda qoymarsan, Supra. Mən sənə güvənirəm və inanıram. Deməli dostlar, maşınlarımızın kapotunu bir-bir açıq. Çünki sizə maşınların kapotlarını təqdim eləmək istəyirəm. Maşınların altında nələr var, hamısını bir-bir göstərmək istəyirəm inşallah. Hoppa. Deməli dostlar, Toyota Supra'mızın altında 6 silindirli, təbii ki də BMW-nin motoru var. Bu BMW-nin hansı motorudur? Yəqin ki N54 ya da N55 seriyalı motorlardan biridir. B58 kod aldı motorlardan biri. 3 litrlik 6 silindirli mühərrik. Amma isə burada CS-imizin altında nə var? Bala, gözlə bir dənə açıram, baxın, sən bir dənə gözlə, bunun kapotlardan açırlar, bunun kapot açılmır. Mənə bax, 6 silindirli 3 motordan, standart motordur, heç nə eləməmişəm buna. Bir dənə kosmetika işlərini gördürmüşəm, bala. Qapaqlarını bağlayırıq, bağlı qapaqlarını. Supra'mızın qapaqlarını bağladıq. ESP-lər yaşılda olacaq, zəhmət olmasa ESP-ləri yaşıla qoyun. Qapılarımızı bağlayırıq və sürət yarışımızın ilk mərhələsinə başlayırıq. Bala, bir dəfə bir sən neyəcəm sənə? Deyirlər, ən sürətli maşın səndədir. Amma qardaş, mənim qədər sürətli olan mərsən, bala. Dayı, inşallah elə olsun. Sən 07 ilə o abartı keçdin. Amma bu abart deyil də sənin üçün. Bu, yəni abartlası bir maşın deyil sənin üçün. Gözlə, səndən bir dənə eyni hizaya gələk birincisi. Ondan sonra səndən bir söhbətimizi eləyərik. Maşallah olsun bala, qəşəng maşındır. Amma keçən mərsən, bala. Görəcəyik də, nə dayı, görəcəyik. Başlayaq inşallah. 1, 2, 3. Yanbayan götürdülər. Oy Allah, dayının maşını necə getdi ala? Oha! Dayının maşını uçdu yala sənə. Yoxa çıxdı yala, yoxa çıxdı. Qardaş, 6 silindir mühərrik bu qədər sürətli olanmaz axı. Bala, bunlar məndən elə bilən məzələnlər. Mən bunun canavarını çıxartmışam, canavarın. Mühəndislər BMW öz mühəndisi işləyib bunusunda, bala. Təzədən yoxlamaq istəyirəm. Mən düzgün götürə bilmədim. Yarışı yenidən başladırıq çünki deyilənə görə Supra yerindən dəqiq götürə bilmədi. Ona görə də təzədən bir dənə yoxlamaq lazımdır. Bala, sən 75 dəfə yoxla, sən 150 dəfə yoxla. Sən bu maşınla yanbayan durası bir adam dörsən. Sür qardaş, sür. Mən hələ yavaş-yavaş başladıram, yavaş-yavaş gedirəm. Bax, hələ ayağıma qaza qoymamışam, yüngül var. Hoppa. Ala, baban qurban. Necə sürüşür, bu? ESP-də sürüşür hələ bu. Sən öyle ESP-də sürüşür. İndi dayım bir dənə o sürətlə geçsin, sən də bax gör. Bax, öndə arxadadır ya. Mən indi ona sürəti göstərəcəm. Bala, sürət nətər olan şeydir. Bax, görsən 270, 280. Qardaş, gəlirəm nənə güllə kimi arxasısa, gedib ona satacam. Çatmasam, bu maşını mən sataram, kişi. Çatmasam, mən bu maşını sataram. O sürətlə mən bunu keçməsəm, qardaş, deyirəm ki, mən bu maşını sataram. Hoppa, sən necə gedir, sən hop. Deməli dostlar, yarışımızın replayını yenidən başladırıq. GS markalı avtomobil BMW və Toyota Supra. Düz ikisi də eyni rəqabət aparılası maşınlar deyil. Yəni Supra 6 silindirli mühərrikli BMW texnologiyasına istehsal olunub. Amma dayı buna 6 silindirin qapağını qoyub, amma 4 motor var. Biraz sürətli motor var onun üstündə. Prosta onu heç kim bilmir, biz bilirik ancaq. Konkret yəni yarış gedəcək də dostlar burada da, yəni dibədib yarış gedəcək ya. Supra da pis deyil, konkret yəni düzəldiblər də onu, amma BMW hoppa getdi BMW qaqaş. Sən öyle yanbayan heç saxlaya bilmədi. Gör nə qədər fərqlə keçdi onu. Bir dənə buna bax. CS qoydu üstünə apardı da. Dayanan maşını qardaş çox güclüdür ya. Elə bilə bilməyin ha. O maşın bəlkə də çoxsunun, yəni belə deyim də, çoxsunun maşınının belin qıracaq dərəcədə güclüdür. İndi bilmirəm Porsche ilə zadla bir yanbayan gəlsə, Bugatti ilə yanbayan gəlsə o qədər güclü ola bilər, bilməz. Onu yoxlamaq lazımdır ki, ya at gücünü biraz artırmaq lazımdır. Bala, bu uşağım-uşaqdır ya, mən uşağım-uşaqla yarışmaq istəmirəm. Mənə biraz kastı-mastı rəqib gətirin. Bala, bu nədir uşağım-uşaqla təzənə? Gəl yarışaq təzənə, laf yaxşı. Yarışımızın ikinci replayını təzənə göstərirəm sizə dostlar. Dayının maşının arxası bir riski qaçdı, amma şükür Allaha ki heç yerə girmədi.
maşını düzəltdi və o sürətlə, o arayla BMW CS-imiz o həminki aranı bağladı. Yəni sürətli maşın onsuz da sürətlidirsə, gedib onu yolda hardasa tutacaq, istər-istəməz ha yəni. Gördün bu dəfə mən keçdim. Bu dəfə mən keçdim qardaş. Mənə çata bilmərsən, mənim Supram canavardır, canavar. Mən deyirəm axı o məni keçə bilməz qardaş. O məni keçə bilməz. Görsən yoxdur arxamda yoxdur. Sür görmə, qazı bas. Oy Allah, oy bu nə sürət edə keçdi yanımdan bu. Baban sənə bax bir dənə bax eləyib yəni raket kimi keçərdi nə bala. Sən elə bilirsən hələ biz uşağıq. Sən gedişinlə məşğul ol ha. Bala, mənə bax görmə. Mən dediyim bir dənə kirayə ev tapdım burada. Baxım görüm ki mərtəbəli mənə yaraşan evdir yoxsa yox. Bala, CS-dən sonra ləzzətli CS öz mənim. Uşaqlara zadından o marşuya zadından bizim məhəllə qalan uşaqlardan gəlsinlər qalsınlar burada, boş-boşuna çöldə barda qalmasınlar. Bu yarış deyəsən çox çəkəcək ha. Bu yarış həddindən artıq çox çəkəcək. Verim maşınımı bir dənə saxlayım burada canavarımı. Bala qırğın yarışı nətər keçdim ha Supran ha. Supranın ağzını cırdım dostlar. Supranın ağzını cırdım əlinin üstünə qoydum ha. Mənlə yarışmaq olar ha. Dayı ilə yarışmaq olar. Hələ 10.07-ni demirəm. 10.07-ni bir dənə Irgulovka verəcək dayın. 10.07 də belə yəni elə-belə durmayacaq da nə orada özüm ölüm. Dostlar, mən Malikusa bu Şehe 555 CLS-lə, Ağappaq CLS-lə inşallah yarışın ikinci mövsümünə qatılacam. Mən əsas rəqabətimi ikinci yarışda göstərəcəm. Dedim yəqin ki bu BMW F30 harasa gedər. Getmədi qardaş. Yəni o motor məni yarı yolda qoydu. Düzdür, onda Irgulovka verəcəm. Təzədən yığacam onu. Çünki mənim proyektimdir. Əslində düzdür, köhnəlib, amma köhnə maşın olsa da F30 yüngül kuzadır. Ona bir dənə normal, yəni motor qoysam mən inanıram ki o bu dəfə uçacaq. Həddindən artıq uçacaq bu dəfə. Dostlar, bu 8 silindirli Yox ola, V12 yazılıb amma V8-dir qardaşım. V12 deyil, V12 qoydurmamışıq üstünə. Amma yəni ideal maşındır da, ideal maşındır qardaşım. Yəni gedəcək. Bu həddindən artıq çox sürətli olacaq. Yəni bu rəqabət apara biləcək Mercedeslərlə, yəni BMW-lərlə. BMW-lər qardaşım çox güclüdür, həddindən artıq çox güclüdür. O CS-in gücü nə idi o eləndisinə. Dayı sağ olsun kirayə ev zat tutub, biz də çağırdı, qonaq elədi. Gözü görüm, bir dənə maşınımızı Irgulovka verək bura. Arxa kameramız da var. Hoppa. Sən bilmirəm arxa kamera düzgün işləyir. Bu arxa kamera oranı göstərmir. Sən nətər göstərirsən axı oranı? Görmürsən burada çatmadı mənə. Qardaş, arxa kamera budur, verdin. Bu necə arxa kamera göstərir? Mənim başım çatmır. AMG-mizi yaxınlaşdırırıq qarajımıza dostlar. Nəysə, Irgulovka verə bilmədim. Hoppa. Bala xoş gəlmirsən getdim maşınımı dəyişdin sıracı. Udzanda beləntinətdən bala, udzanda beləntinədir. Mənə bax görmə, bu mənim canavarıma yanbayan dura biləcək yoxsa yox? Dayı vallah bilmirəm. Yəni mən bunu sən deyən eldə sürməmişəm. Bunu sırf proyektli atmışdım qaraja ki, sabah bir gün yarış olar, nə olar? O BMW-yə çox güvənirəm əslində, amma o qədər çox güvənmirəm. Yəni sonun o dərəcə olduğunu bilirdim də. Bilirdim ki, yəni konkret uzacağıq da o yarışı. Düzdür, yəni mənim rəqabətim ondan olmamalı idi, başqa maşından olmalı. Təzə maşından köhnə maşını verdilər bilə-bilə. Mən əslində Subaru ilə də yox. O Abarthla falan, yəni birə-bir düşə bilərdim sonra hansından. Sonra o birisi F10 var idi ya, bizim yarışın F10-u. Onunla bərabər düşə bilərdim. Onunla da yarışa bilərdim. Amma mənə elə bir maşın verdilər ki, mən ona qeyri-mümkün idi də çatmağım da. Yəni qeyri-mümkün idi. Çox sürətli idi o. Dostlar, mənə də dəvət elədi bu şuluq daydı kimdir öz evinə. Dedilər o yarışı qalib olanlar bizim uşaqlardayım, kimdirsə tanış gəlsinlər. Mən də bu canavar F10-umu da götürdüm. Gəldim inşallah qarajımıza. Hamı yığılışıb burada. Deyəsən bu ağ Marşusa maşını demişdir, gedib təzə maşın gətirəcəm. Marşusa buradaykən bəlkə bir dənə bizim maşına da Irgulovka verək. Diz təkərindən heç xoşum gəlmir. Mən bunun diz təkərini dəyişməyi istəyirəm açığı. Heç xoşum gəlmir bundan. Bir dənə təkərləri heç normal deyil. İnşallah bunu bir dənə yarışımızdan udanlara 2000-3000 pul verdilər. Getdim o sıracı 2000-imi bağladım. 1000 manat qaldı yerdə. Bu diskimi də verəcəm, üstünə biraz da pul verəcəm. Bir dənə təzə disk götürəcəm. Qalan borcumu da inşallah bağlamalıyam. Krılom zadım gəlib, qabaq işığım gəlib, taxacam yerinə, kapotum gəlib. Bir dənə qalacaq qabaq buferim. İnşallah qabaq buferimdə taxacam bu günləri. Yox, bu günləri yox olmasa da, yəni ən azından taxmağa çalışacağam. Yan krılolarımız da hələ ki qalıb. Yan kurlalarımıza dəyə bilmədim. Arxa işığımı düzəltdirə bilməmişik. Arxa işığımı təzədən bir dənə gərək hansı ustaya verim ya da hardansa tapızdırım. Detal olaraq gətirim bunu. Sən deyən elə çox böyük işimiz qalmayıb maşında. Amma bilirəm ki, yəni
babat proyekt olacaq. Biraz da motorunu sürətləndirmək istəyirəm proqram azadla. O da marşusa burada da həll eləyəcək. Bala, mənə bax görmə. Bu niyə beləncinin şıntır günündə gəzir ki, bala? Da imkanı yoxdur da, imkanı yoxdur ona görə. İmkanı yoxdur, düzəltdirdin o maşını, narahat olma, mən verəcəm, düzəltdir o maşını, bala. Dayı, çox sağ ol, Allah razı olsun, istəmirəm, dayı, özüm istəyirəm ki, bu maşını yığım, öz əziyyətimlə yığım bu maşını. Ona görə istəmirəm, üçün mənə kömək eləsin bu maşının barəsində. Özün bilərsən bala, məndən təklif eləmək, səndən şey eləmək. Dayı, əslində kömək eləmək istəyirsənsə, bir hardasa 6000-ə yaxın borcum var. Onu bağlaya bilsən köməklik olar mənə. Bala, mənə bax görmə, kart at görmə 6000 manat. Nədə 2 dəqiqə bağlayaram onu. Göndər görmə kartını. Sağ ol səni dayı. Bu nə qarra belənçinə. Canavar diyor özümür. 6000 elə belə pul deyil, bu deyir göndər kartını. Doğrudan dayı, məzələnmirsən məndən. Bala, deyirəm at kartımı görmə. Dayı, pulu dağıtma da elənçinə dağıtma ki, sabah bir gün bizim işimiz olacaq. O işimizə pulumuz qalmayacaq. Bizim gəlirimiz yoxdur dayı, ki, bağlayıblar hər tərəfi. Gedib onun üstünə düşməliyik, gəlib burada yarış eləyirik biz dayı. Başım bıraq, 5-10 günlük dünyadır. Yaxşı yaşa, yaxşı şeylər, nə bilim, istirahət elə. Pulu nə qədər qazanasın, gəlib də nə gəlib fırrat getsin. Belə fırrat ver kiməsə kimisə ehtiyacı varsa şəllənsinlər bala. Deməli dostlar, Şuluq dayı bizim bu yarışçının borcunu bağladı. Bu yarışçının da maşınını artıq təmir edə bilərik. Yerdə 6000 pul qalır. 6000 də olmasa biraz pul qalır. Çünki 2000-in veribsə 4000 yerdə pul qalır. 4000-in verəcək, qalır yerdə hardasa bir 4000 də özümüzdə qalır dostlar. 4000 də təxmini özümüzdə qalır. Ona görə də bu günləri bu F10-umuzu yığmaq lazımdır. Gedək lazım olan detalları tapaq, gətirək, qoyaq üstünə marşusa burdaykən biraz da yüngülvarı motoruna irqlovka verək, təzədən gəlirəm. Yaxşı, buralarda olun 5 dəqiqəyə. Mən yığacam, 1 saniyədə siz görəcəksiniz. Deməli dostlar, BMW F10-umuzu az da olsa irqlovka verdik. Arxa deməli stopumuz taxıldı. Diz təkər, yeni diz təkər modu gəlmişdi. O diz təkərdən istifadə elədik. Biri Mercedes-in üstündədir həmin diz təkər. Çox gözəl kalitəsi var. Yəni detallı şəkildə görünür. F10-umuzun bir tərəf harası taxıldı. Sonra qabaq kapotu taxıldı. Üstü qara idi, tərtəmiz. İstədim ki, luku qoy açıq olsun, yuxarı görünsün də. Yəni ən azından daha belə deyim, kalitəli görüntü verir. Yəni maşınımızın bir dənə qabaq buferi qaldı, bir dənə yan güzgüsü qaldı, bir dənə də bu kantları qaldı. Ondan sonra maşın kutu kimi olacaq. Canavar kimi bu maşının yavaş-yavaş başlayacaq stage dövrlərinə. İndi hardasa stage 1 olundu, amma elə çox güclü bir stage deyil də. 2, 3 və 4-cü stageə qədər motorumuzu qaldıra bilərik. Çox yüksək at güclərinə qədər qaldırmaq olur bu motoru. Hələ ki stage 1 yazıldı, yüngülvari, biraz sürəti artırıldı maşının. Hələ də maşında turbo, yəni özəlliyi yoxdur. Standart öz motoru nədirsə, onunla gedir. Twin turbo orijinaldır. Onun üstünə əlavə PCI, yəni güc vermək burada yuxarıda çıxır. Bu motorla belə canavar kimi gedir də. Yəni bu motorla belə uçur da bu maşın. Bala yatın, dincəlin, sabahları inşallah deyəsən gələcəklər gələcəklər. Gedək yarışçılarla tanış olaq. Dostlar, davay görmə, davay. Gözə görüm səhər eləyək. Dostlar, saat 12-dir. Davay, gəlin töküşün çölə. Getdi sənin təzə yarışçılar zatlar gələcək. Davay. Gəldim dayı, gəldim. Mən bu dəfə yəni bununla inanıram ki, birinciliyə doğru yola düşəcəm. Mən də bunun motorunu yavaş-yavaş başlayacağım irqlovka verməyə. İmkan vermədi, bax qıraq mən iş görüm. Gəlin dayı, gəlin getdik. Düşün arxanca. Gözəllərim mənim, gözəllərim. Getdi. Pollu Passatkada deyə maşına. Çox ləzzətli görünür axı. Pollu Passatka olsa belə dostlar, yəni maşının yumuşaqlığı, Mercedes-in yumuşaqlığı nəyə deyirsən dəyər də, yəni. O boyda Passatka ilə atlanmır, təsəvvür et, görsən bax düşür yerə. Bax bunu istəyirəm, bax maşında bunu istəyirəm. Maşın düz gedir, təkər düşür aşağı, maşın düşmür aşağı. Mən bu yumuşaqlığı istəyirəm bütün maşınlardan, amma sadəcə bu Mercedes-ə aid olan bir şeydir deyə, yəni çətin məsələdir. Bunun sidenkasını ayarlamaq olmur, ancaq belə eləmək olur. Hoppa, aşağı necə düşürdüm mən bunu? Dayı, sən hara gəlib girmirsən, yol yox deyə buradan o tərəfə. Allah sən Riglovka, bir dənə arxaya bax, bir dənə buna bax. CLS, qaqaş, CS, qaqaşım, arxadan da bir dənə F10. Banda gəlir, Eşref Karateşdir, bu nə deyirlər? Eşref Kara 100 nəsə belə bir şeydir.
baxa da bilmədim. İkinci bölüm, üçüncü bölüm o qədər maraqsız idi ki, yəni axıra qədər baxmadım heç. Əslində bu maşının motoruna baxmamışam, amma onu bilirəm ki, çox sürətli motoru var da. Yəni mən bunu köhnə variantda babat yığmışdım. Köhnə CLS var idi, yəni 4 silindiri, 2 CDI idi, nə idi bunun üstündə? Dizel motor idi. Hoppa, getdi uşaqlar. Bir dənə reski qaz verim. Yəni görərsiniz də maşının gücünü də. 150-160 gedir də, yəni rahat 150-160 gedir. Hoppa, nə reski irqilovka verdi, bəsdir. Gəlin dayılar, yığışağı görək yenə kimlər gələcək bizim bu yarış mövsümünə. Çox da yəni qıy-qıy verdi. Əslində bu günlərə qəşəng maraqlı yarışlar təşkil etmək lazımdır. Dostlar, senaryo bölümlərini inşallah başlayacağam. Amma istəyirəm ki, biraz maşınlarımızın güclərindən bəhs edək. Görək maşınlarımızın, modlarımızın hansı güclüdür, hansı zəifdir. Yəni motorlarımız zəifsə onları biraz irqilovka verək. Yəni mənə lazım olanlar odur. Hoppa, hamı çıxdı bura bir-bir. Dayı yenə başa keçdi. Çox gözəl. Həmişə kimi yarışçı gedir ora-bura girir, qəza törədir. Yarışın diski qəşəngdir ya. İnşallah canavar bu dəfə qoymayasan məni yarı yolda. İnşallah bu dəfə məni yarı yolda qoymayasan. Bunlar üçü bir bandadır dostlar. Bunlar üçü bir bandadır. Dostlar, bu dəfəki yarışımıza həddindən artıq yeni və güclü maşınlar daxil oldu. Deməli yeni maşınlarımız 9 HP gücündə BMW G20 2018-dən yuxarı istehsal olunan maşınlardır. 2023-24-ə qədər məncə istehsal olunub. Bir ədəd də belə E63 kasamız var. AMG paketdir və 1000 at gücü var. Nə az, nə də çox, düz 1000 at gücü var. Yeni maşınlardan da biri, səhv eləmirəmsə, yeni kirayə qarajın CLS-idir. Bunun at gücü hələ də ölçülməyib, deyilənə görə çox güclü at güclərinə sahibdir. Bizim keçən yarışda qalib gələn maşınlarımızdan biri BMW CS M4, BMW F10 CS-sizdir bu, sadə F10 M5 4x4 motor. Hələ ki 6 nəfərlik bir qrupa ilə bu yolumuza davam edirik. 8 nəfərlik qrupa inşallah komiterimizin gücü satanda onda inşallah başlayarıq. 6 nəfərlik eləmə qrupu ilə ən birinci çıxanlar burada indi belə olacaq. Kim birinci olacaq? Bu 3 nəfərdən yarışacaqlar. Ən güclü çıxan bu dəfə, yəni digər yarışın üzrə qalib olacaq. Elənmələr buradan başlayacaq. Birinci yarışımızın birinci sezonu belədir. 6 nəfərlik maşın qoyacağıq, 6 nəfərlik maşınları yarışdıracağıq. Onlardan 3-ü qalib gələcək, digər 3-ünü də yarışdıracağıq. Digər 3-ündən kim qalib gəlsə o birisi ilə yarışa çıxacaqlar. O birisi də yəni belə bir şey. Üçüncüsə 4-ün 4-ü olmalıdır məncə. Üçüncüsə də alınır da. Üçündən biri qalib gəlirsə, ikisi ilə yarışdıra bilərəm. Bir nəfər artıqlıq eləyir. Sonra həminki bir nəfərlə də yarışdırarıq həminki maşınları. Yəni kim daha sürətli, kim daha tez gedirsə o qalib gələr də. Konkret indi heç bir şeyinə əl vurmuram. Bax bu maşınların heç bir şeyinə əl vurmuram. CS güclüdür. 9 HP-dir, 1000 HP-dir. Bunu yüngülvari irqilovka vermişəm özüm. Buna da irqilovka vermişəm. Buna da yəqin ki özüm irqilovka vermişəm. Onlara da modların yiyəsi özü irqilovka verib, amma güclərini bilmirəm kim yaxındır. Yarışımızın start meydanına zəhmət olmasa, yəni tanışlıq mövsümünə, tanışlıq yerinə Mercedesimiz daxil olsun. Mercedesimiz hal-hazırda 1000 at gücü ilə bizim bu yarış məntəqəmizə, yəni içəriyə tanışlıq məntəqəmizə daxil olar. Oy Allah, idealdır ya, idealdır qardaşım. Ne nitrosu da var bunun. Orijinal qardaşım, Brabus. Hoppa, Brabus yox, AMG. CS-imiz yenidən efirdədir. CS-imiz keçən dəfə qalib gəldiyinə görə avtomatik olaraq, yəni bu da daxil olmalıdır bizim bu yarışa. Qaqam, CS-in içi çox soliddir də, yəni bu monitor bilsən nədir, ləzzət eləyir də. Yəni bu monitorda otur PlayStation oyna qardaşım. Yavaş. CS-imiz daxil olur yarışımıza, yarış məntəqəmizə. Bu yarış getdikcə daha da möhkəmləşir, daha da sürətləşir və 1000 at güclülük CS-dən bir köhnə versiya 3-cü seriya BMW G20-miz. Bu bilmirəm 3-cü seriyadır yəqin ki də bu da. Yəni mənə çatmır. Bu hansı seriyadır qardaş? Bu 3-cü seriyadır, 2-ci seriyadır. Deyəm bir dənə arxasına baxım. Nə M3-dür, nə M4-dür, nə M5-dür. Bu nədir bəs? Bu mən bilən CS-in bir köhnəsidir. Bildiyim qədərlə bu şeydə bizim polis maşınları kimi də istifadə olunur. M Sportdur, M-dir, M Sportdur qardaş. Bu M nədir? Deməli dostlar, maşınlarımız bizim yarış məkanımızda hazır olaraq dayanıblar. Birinci olaraq BMW F10 VT bizim hansı maşınımız olacaq? Bunlar 3 qrupda olacaqlar da. Bunlar 3 ayrı, Görək kim kimlə yarışsın. CS düşsün. Məncə bu CS-lə
Qardaşım, bu 1000 at güclü düşsün bu 1000 at gücünə yaxın olan BMW ilə. F10'umuz da düşsün 900 at güclü BMW ilə. Mən elə hiss edirəm ki, bunlar yaxın-yaxındır.